Bilirsiniz ki, bu aylarda, son 2 ayda dəvət olunduğum Varşava, Praga, Afina, Riga konferanslarına Azərbaycan hakimiyyəti məni buraxmadı. Pasport bəhanəsi ilə 20 ildir artıq mənim xarici səfərlərimə qadağa qoyulub. Amma mən Praga konferansında, Demokratiya forumunda faktiki iştirak eləmiş oldum. Çünki həmin foruma öz çıxışımı göndərdi. Və orada da qeyd olundu, xüsusi olaraq konferans iştirakçılarına çatdırıldı ki, mənim Praga konferansına iştirak eləməyimə hökumət imkan verməyib. Xüsusi vurğulandı ki, 20 ildir artıq mənə hökumət pasport vermir və hətta o da vurğulandı ki, mən canlı olaraq da qoşula bilmirəm konferansa, video çıxış göndərmişəm. Ona görə ki, internet imkanım da yoxdur. Bunun hamısı konferans iştirakçılarına və bütün dünyaya çatdırılmış oldu. Və mən öz çıxışımı təqdim etdim. Mən Facebook səhifəmdə həmin çıxışı Azərbaycan cəmiyyətinə təqdim etmişəm. Əsas tezislərini sizinlə də bölüşmək istəyirəm. Mən ilk növbədə bu Demokratiya forumunda Azərbaycandakı repressiyalardan danışdım. Bəli, Azərbaycanda necə tək adam hakimiyyəti formalaşıb, ölkəmizin necə demokratik institutları məhv edilib, ölkədə necə parlamentarizm, siyasi partiyalar, vətəndaş cəmiyyəti, azad mətbuat məhv edilib, bunlardan danışdım mən. Azərbaycanda həbs olunmuş jurnalistlərdən, vətəndaş cəmiyyəti fəallarından, partiyadaşlarımdan danışdım. Xüsusi olaraq, baxmayaraq ki, vaxt məhdud idi, amma mən xalqımızın qəhrəman oğlu Tofiq Yaqublu barədə danışdım. Konferans iştirakçılarına onun haqqında məlumat verdim. Onun artıq 4-cü dəfə şərlənərək 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırdım. Mən Azərbaycanda olan məhdudiyyətlərin hamısı haqqında danışandan sonra Azərbaycan müxalifətinin mövqeyini ifadə elədim ki, baxın, bu qədər sərt şəraitə baxmayaraq biz ölkəmizdə hüquqi dövlət qurmaqdan ötürü, qanunun aliliyi təmin eləməkdən ötürü, ölkəmizin Avropaya inteqrasiyasından ötürü mübarizəmizi davam elətdirəcəyik. Bizim azad seçki uğrunda, siyasi məhbusların azadlığı uğrunda mübarizəmiz bütün çətinliklərə rəğmən davam edəcək. Və mən Avropa ictimaiyyətindən kömək istədim. Nə üçün? Kimin üçün? Siyasi məhbuslar üçün. Mən onların hamısına müraciət elədim ki, baxın, sizinlə eyni demokratik dəyərləri bölüşən insanlar bugün Azərbaycanda həbsxanalardadırlar. Onlar yalnız demokratiyadan yana olduqlarına görə, demokratik dəyişikliklər uğrunda mübarizə apardıqlarına görə, ümumbəşəri dəyərlərə inandıqlarına görə, insan azadlığına inandığına görə onlar şərlənib həbs olunurlar. Avropa siyasi elitası Azərbaycandakı siyasi məhbusları daha qətiyyətlə müdafiə eləməlidir. Mən Avropa siyasi elitasına müraciət etdim ki, bizim xalqımız da o böyük demokratik hüquqi dövlətlərin birliyi olan Avropa ailəsində özünü görmək istəyir. Siz də o imkanı yaradın ki, Azərbaycan xalqı azadlığına, demokratiyasına qovuşsun və nəhayət o da azad xalqların birliyində təmsil oluna bilsin. Əlbəttə ki, bu müraciətlərin olmağı, mənim ümumiyyətlə xarici mətbuata verdiyim çoxsaylı müsahibələr, həmin bax bu çıxışlarda ifadə elədiyim çağırışlar, bunların hamısı bizi Avropaya biraz yaxınlaşdırır. Onlar bizi tanıyırlar. Onlar görürlər ki, Azərbaycanda necə bir repressiv bir hakimiyyət var. Təkcə mənə qoyulmuş bu pasport qadağası ki var, mənim xarici səfərlərimin qadağan edilməsi ki var, bunun hamısı bütün dünya üçün bir sübutdur. Əlavə başqa sübuta ehtiyac yoxdur. Azərbaycanda azad rəqabət yoxdur. Azərbaycan hakimiyyətinin özünü nə qədər təriflətsə də, o azad yarışa hazır deyil. O ədalətli yarışdan çəkinir və bunu bütün Avropa bilir. Artıq bütün Avropa bilir ki, onlarla eyni düşüncəni paylaşan, insan haqları, hüquq anlayışı olan, rifah anlayışı olan, islahat anlayışı olan siyasi qüvvələr var Azərbaycanda. O boş söhbətlər idi. Artıq o mərhələ bitdi ki, Azərbaycanda güya müxalifət yoxdur. İndi bütün dünya, bütün Avropa Azərbaycan müxalifətini tanıyır. Azərbaycanın sivil bir alternativ olduğunu bilir. Azərbaycan müxalifətinin əlinin qolunun bağlı olduğunu bilir. Azərbaycanın məhbəslərində 392 nəfər siyasi məhbusun əziyyət çəkdiyini bilir. Azərbaycanda azad mətbuatın məhv edildiyini bilir. Azərbaycanda korrupsiya piramidası qurulduğunu bilir. Ona görə də bütün bu görülən işlərin hamısı əlbəttə ki, Azərbaycanı dünyaya açır. Azərbaycan hakimiyyəti nə qədər çalışırsa ki, burada qapalı ölkə yaratsın, heç kimin səsi çıxmasın. Azərbaycan haqqında belə təəssürat yaransın ki, burada hər şey dəmir yumruğun nəzarəti altındadır və heç kim başqa söz deyə bilməz. Bizim də fəaliyyətimiz
ona yönəlib ki, biz əksini ispatlayaq. Biz dünyaya göstərək ki, Azərbaycan xalqı bu vəziyyətlə barışmır. Azərbaycan xalqı 107 il bundan qabaq cumhuriyyət qurmuş bir xalqdır. Ona görə də indiki zamanda Azərbaycan xalqının tək adam hakimiyyəti ilə, hüquqsuzluqla barışacağını gözləmək illüziyadır. Azərbaycan xalqı yenidən cumhuriyyətini quracaq, Azərbaycan xalqı haqq elədiyi demokratik cumhuriyyətə yenidən qovuşacaq.